Herkese salamlayıram kanalımda və istəyirəm bugün vlogu belə bir Azon bağlamasından başlayayım. Kızlar, bunlar deməli sürət kartından gəlib görürsünüz. Bu Azondan sifarişlərimizdir, amma burada nəsə maskalar deyəsən hələ gəlib çıxmayıb, amma qalan hər şey buradadır. Bu bu nədir bəs? Aç. Hə, bu gözaltı patchidir qızlar. İndi hamısını açıb göstərəcəkdir. Bunlar hamısı elə bağlanıb ki, açmasaq görünməyəcək. Bu deməli şəkər əvəzidir, stevia. Hərdən nəyəsə bunu əlavə etmək olur və belə bir qaşığı var. Bu qaşıqla istifadə olunur. Baxaq görək burada nə var. Bu duzlu qızlar, bunun adı necəsə adı var, bir tər yadıma düşsə deyərəm sizə. Deməli bu nə üçündür? Bu spesialmente baxım üstündə bəlkə yazılıb. Ha? Там соль есть. Немножко потяни. Потяни немножко. Ha, nitritная sol'dur qızlar, görürsünüz. Nitritная sol bu kalbasa, evdə kalbasa, sasika kalbasa eləyəndə ona əlavə edirsiniz və əsl kalbasa dadı verir. Ondan ev kalbasası eləmək istəyirəm. İndi baxacağım necə alınacaq. Bu isə nədir? Bu da qızlar ev kalbasası üçün termopaketdir. Görürsünüz, paketi предназначен для варки ветчины и ветчиницы, запекания продуктов в духовом шкафу. То есть dуховкада pişirmək üçün bu kağızdır, kalbasa üçündür bu. Что это? Маски. Что-то порезаться надо. Burada isə qızlar maskalar sifariş eləmişdi. Albina açanda birini düzgün kəsmədi. Amma yenə də deməli burada neçə dənə idi? 15. 13? 15. 15 ədəd maskadır və biri neçəyə düşürdü bizə buradan? Ha? 50 qəpiyə qızlar. 15 dənə maskadır, biri 50 qəpiyə. Bunlar demək olar ki, iki eyni maskadır da, görürsünüz. 2 dənə bu nəlidir? Alifki, zeytunlu, 3 dənədir zeytunlu. 3 dənə blueberry, bu şeydir. Golubika. Azərbaycanda heç adını bilmirəm. Qızlar, Azərbaycanda heç deyəsən yoxdur bu gilə meyvə. Buradakı 3 dənə xiyar, deməli 3 dənə golubika, 3 dənə bu nə idi? Zeytun, amma bunlardan deməli balla 2 dənə, sonra bu nədir? Aloe ilə 2 dənə, nar ilə 2 dənə. Bu da göz ətrafı üçün patchilərdir. İndi bunu da açıb göstərək. Bu üçün patchilər. Bunlar da blueberry iləndir. Открой. Ha, belə qabdadır. Əvvəl Temudan sifariş eləmişdi, o da belə qabdaydı. Eynən elədir qabı. Qaşığı da var, krışkası da var. Sadəcə olaraq burada rəngi başqa olacaq. Orada sarı idi, burada isə belə. Umarım biraz daha enli dilə Что это такое? А? Это... Beləliklə belə bir sifarişimiz gəlib çıxdı. Amma bir dənə maska var, o gəlmədi hələ. Deməli biz nələr aldıq? Biz nəhayət ki, mən evə bir dənə səməni aldım. Çox gözəl, böyük səmənidir qızlar. Cəmi 2 manatdan. Bu belə avaldı deyənə qızlar, altından su dökülür. Belə aval bir qab tapdım və bura qoyacağım. Eyni bunun razmerində. Sabahları Emil'in bağçasında deməli bayramdır və mən xonca düzəltməliyəm. Bunu Emil atıb beləsin. Ona göre paxlava aldım. Sonra Dabulki iğneyle. da badambur aldım. Bir balaca xonça düzəldəcəm. Sadəcə olaraq biraz artıqlamasını almışam. Burada içində şəkər buradır. İndi açıb xonçaya qoyanda görərsiniz. Belə. Hələ evdə heç nə bişirməmişəm qızlar. Ona görə almalı oldum. Biraz konfet aldım xonça üçün. Yumurta formasında çörək. Çövdar çörəyi. Ivanovkadır bu. Qara zirəli. Sonra biraz belə konfet aldım. Bu da hamısı xonça üçün də, ona görə belə az almışam. Biraz belə, çünki biz evdə o qədər konfet yemirik. Sonra deməli şəkərimiz qutarmışdı bugün səhərdən. Emil məni öldürürdü. Sonra da ən sonunda burada nə var? Banan. Burada da biraz alma. Bu da ki bir şeylər üçün yemək. Koydum belə adi salafanı qızlar. Bunu spesialmente bunun üçün almışam.
Belə bir dənə taryelka, çünki aparacaqlar bağçaya. Mən oradan da heç nəyə gətirsinlər istəmirəm. Ona görə bir dəfəlik istəyirəm eləyim. Adına razılıq xonça belə deyim. Mən elə bilmişdim ki, evdə səməni şamı var, amma yox imiş. Ona görə mən qoyacağım bu şamı ortaya. Yanında isə qıraqdan qoyacağım belə şəkər buraları. Ты мне правильно... Ты это говоришь правильно это? Da. Тащи ба. Sonra indi bu badam buranı da açıram. Вот. Скажу, что это Эмиля булка. Это была... Да, я говорю, я все говорю. Конечно, мы что купили. Badam Bu burada şu kabul bir da? dənə qoyacağım. Да? Да? Не мешай мне. А, побор не буду мешать. Скажи, что это да Эмиля тоже. Ага. Я говорю, да, Эмиль, ты можешь мне не мешать? А, Чтобы они слышали, что я говорю. Так не слышно. Baklavadan koyacağım. Belə. А где булка? Və qalan boşluqlarda istəyirəm konfetlə belə bəzəyim. Məncə 3 dənə bundan qoyacağım belə. Это что? Это где упасть еще? Это можно Маме. туда сделать? Da 2 dənə də bundan qoydum. Bir də yumurtalar var burada. Bir də yumurtalardan qoyuram. Belə. Və indi bunu belə yığıb. Belə bir xonça oldu qızlar. Fındıq belə bir şeylər qoymuram. Çünki istəyirəm ki, buradakiləri açıb yesə qoy yesin. Uşaqlar o birisi. Belə bir şeylər qoymuram. Çünki məncə uşaqlar onları yeməyəcək. Uşaqlar yeyə biləcəyi bir şeylər qoyuram. Balaca mini xonça. İndi də bunu bağlayacağım. Bir dənə lentlə. Но я не могу делать. Вот так я связать, чтобы они не упали. Теперь давайте поставим. Qızlar, mən gəzintidən gələn kimi Emillə babası məni belə qarşıladılar. Düz liftin qabağında. Ayın 8-i. Çox gözəldir. Ты красивый. Покружись. Покрутись, посмотрим. Ах, сəni. Красавчик. İndi isə bizə Ayka gəlib və onunla birlikdə biz video çəkəcəyik. Və həmişəki kimi videoya hazırlaşırıq. Bu stolun arxasında olur çox vaxt bizdə. Əslində keçən dəfə biz mənim işlədiyim yerə getmişdik, orada çəkmək istədik, amma nəsə bizdə yaxşı alınmadı deyənə bir də çəkməyə qərarı gəldik və istirdik bir neçə video çəkək, amma yenə də düşündük ki, eyni fon olmasın deyənə yenə də bir dəfə vaxt tapıb mənim işlədiyim yerə gedəcəyik. Bu arada demək istəyirəm ki, bu video çox yaxşı yığdı. 10 mindən çox baxış sayı yığdı bu video. Mənə ləqəb Instagram səhifəmdə. Sağ olsun həm Ayka, həm də məncə bu ideya yaxşı ideya idi ki, bu formatda video çəkmək məncə daha faydalı oldu bu video hamı üçün və baxış sayı da çoxaldı və düşünürəm ki, indi bu tərzdə videolara daha üstünlük verim və bu tərzdə çəkim. Buna oxşar bir video eyni olmasın, amma oxşar bir videolara insanlar üçün daha faydalı bir məsləhətlər, uşaqların nitqinin inkişafı üçün və düşünürəm ki, həm insanlar üçün faydalı olar, həm də ki, baxış sayı da daha da yüksələr.
Ayka indi deməli mənim üçün video düzəltəcək. Mən isə getdim evləri yığışdırma. Çay. Bu dəqiqə. Deməli qızlar biraz çəkdik. İndi orada Ayka onu düzəldir. Mən isə yadınızdadsa belə bir şeylər etmişdim. Kəsmə ilə və burada isə toyuq əti ilə bunları çıxartdım. İndi isə istəyirəm bura əvvəlcədən qanadları qoymuşdum. Bunları da bura qoyum. Biraz da düyü eləyəcəm bunun yanında. Və məncə kifayət edir və biraz da burada kotletlər var. Onları da qızardacağım. Bu bizim üçün günorta yemeği olacaq. Mən isə gedəcəm indi 1 saat vaxt qoyub yığışdırmağa. Paketdən çıxardıb sırazu belə qoyuram. Buzludur, amma birazdan buzu açılacaq və mən onları ayıracağım bir-birindən. Hələ ki necə var, elə də ayrı qrilə qoyuram. Rejim olaraq toyuq seçirəm və 200 dərəcə çoxdur. Deməli, bunu da dəyişəcəm. Eləyəcəm 180 dərəcə. Bir də biraz da bunu 20 dəqiqəlik qoyacağım. Başladı. Bunlar isə hələ qalsın. Bunları yeməyə yaxın götürəcəm, qızardacağım. Gördüyünüz kimi qızlar artıq hazırdır. Baxın nə gözəl rəng alınıb. İndi bu qalır burada. Mən isə burada düyünü qaynadıram. Düyünü mən qaynatmaq istəyəndə əvvəlcədən onu qaynar suda istadıram. Bu mənim rəfiqəm mənə bir dəfə belə məsləhət görmüşdü və deyim ki, sizə qızlar həm tez pişir, həm də düyü qəşəng böyüyür. Ya da ki, soyuq suda saxlamaq lazımdır. Soyuq suda biraz çox vaxt tələb edir, amma qaynar suda saxlayanda bir 15 dəqiqə belə düyü böyüyür və formasını dəyişir və daha tez pişir və qəşəng yumuşaq olur. Yaxşı dəmlənir. Burada isə Ayka videonu montaj eləyənəcən mən də gülə-gülə onunla danışa-danışa lüstranı sildim. Yadınızdadsa keçən dəfə qonaq otağını bütün yığışdırmışdım, amma lüstranı silmək qalmışdı. Və sonra getdim İsmailliyə gəzməyə. Hər şey qaldı evdəki. İndi isə fikirləşdim ki, vaxt itirməyim. Ravno eləməyə bir iş yox idi. Ayka montaj elirdi, yemeği orada bişirdi. Mən də vaxt itirmədən başladım bu lüstranı silməyə. Aykanla çox güldük, çünki Aykaya deyirdim öz planlarımı, necə evdəki əşyaları çıxartmaq istəyirəm. Kənddəki evimiz tam bitəndə və Ayka da fikirləşdi ki, nəsə çox şey dəyişmək istəyirəm və onun görə çox-çox bunun üstündə güldük. Ayka deyir ki, sənin heç nə xoşuna gəlmir evdə. Əvvəllər qızlar bu lüstranı siləndə çox vaxt aparırdı, çünki belə nəm salfetlər yox idi və lazım gəlirdi ki, əvvəl yaş əski ilə, həm də ki, sadə yaş yox, hərdən paraşokla ki, daha yaxşı parıldasın, ya qabuyanla və çox vaxt aparırdı. Sonra üstündən təmiz su ilə silmək lazımdır. Adətən üstündən hələ quru ilə də keçirdik ki, ləkələr qalmasın və bu lüstranı silməyi 1 saat çəkirdi. Amma sağ olsunlar bu yaş salfetkanı düşünənlər, yaş salfetka ilə bu tez olur. Salfetka bulaşan kimi dəyişirəm və bir lüstra 5-6 salfetka belə getsə də, amma lüstra təmiz olur, heç nə ilə üstündən silmək lazım olmur və proses daha tez olur. Lüstranı silib qutarandan sonra vaxtım qaldı qızlar və mən keçdim koridora. Koridordakı bu şkafı istədim silim. İçini yox, içini tez-tez silirəm, təmizləyirəm və bu yuxarı hissələrdə elə şeylər var ki, onu gündəlik istifadə etmirəm deyənə demək olar ki, çox nadir hallarda oraları qurdalayıram. Amma üstünü silmək istədim. Baxın, belə bir salfetka ilə silirəm. Həmişə gördüyünüz mətbəxdə istifadə etdiyim salfetkadır, hansında ki, özündə biraz paraşok var və bir tərəfi biraz coddur, bir tərəfi yumuşaq. O salfetka ilə başladım silməyə. Əslində bu şkafın üstündə biraz tozdur, tozdan başqa bir şeylər yoxdur. Amma hər dəfə yuxarıdan qalxıb belə silməyə çatmıram deyənə bu dəfə düşündüm ki, ildə bir dəfə olsa da bu üstündən tam yuxarıdan tozunu silim. Aşağılarının tozunu hər dəfə silirəm, amma bu yuxarının tozları hər dəfə alınmır. Çünki pilləkən gətirmək lazımdır, silmək lazımdır və mən hal-hazırda siləndə də gördüm ki, o qədər toz yığılmayıb və düşünürəm ki, hələ ildə bir dəfə, 2 dəfə silsəm doğrudur, bəs edir. Çünki salfetkam heç demək olar ki, çirklənmədi. O qədər az burada toz yığılır. Beləliklə qızlar, bugün həm təmizlik işlərimi bitirdim, həm də vlogumu bitirirəm. Bugün çox bir mini vlog oldu. Sizə isə təşəkkürümü bildirmək istəyirəm ki, sonuca məni izlədiniz. Əgər hələ də abunə olmamısınızsa, abunə olmağı tələsin, unutmayın və gələn görüşlərədək.